Gül xanım, hə? Bəli, bəli, efirdəyik də, canlı yayımdayıq. Hə, buyur danış. Yox, niyə görə ki, zəng eləmirsən, danışmaq istəyirsənsə fikrini bildir də. Allah Nüşabə xanımdır, müğənnimiz Nüşabə xanım. Deyir, Allah Gül xanıma kömək olsun. Deyir, çox sağ olsun, minnətdaram. Yəni, başqa nə köməkliklər təklif edirsiniz Nüşabə xanım? Necə? Ona Allah'tan başqa heç kəs kömək edə bilməz. Canlı yayındasınız, ona görə sual verirəm. Allah'tan başqa heç kəs kömək edə bilməz, hə? Bayram da kömək edə bilməz. Bayram o birinci həyat yoldaşıdır da, 3 uşağın atası. Hə, bilirəm. Mən onu bilirəm ki, bu həyatda Allah hər kəsin cəzasını elə sağlığında verir. O biri dünyaya saxlamır. O 3 dənə körpəyə yazıqdır. Bir dənə onları düşünürəm. Bəs salam. Bəs bətində də ikisi var. Onları o istifadə üçün kullanır deyə, o Türklər demişkən. Onlar da lap yazıq olublar. Onların o dünyaya gətirməkdə məqsədi axı pis idi. Bəli. Niyyəti pis olub. Bəli. Onlar da yazıq olublar. Bəli, bəli. Heç nə. Bəli, həqiqətən də. Mənə də çox insanlar Nüşabə xanım deyəndə ki, Gül xanıma kömək eləmə, mən deyirəm ki, ay insanlar, mən Gül xanıma yox, onun bətnindəki o yazıq körpələrə kömək etmək istəyirəm. Mənim Gül xanımla nə işim var? Mən əgər ona kömək etmək istəyirdimsə, Bayram mikrofonu götür. Neçə dəfə bura gəlmək istədiniz, mən sizi qəbul eləmədim. 4-5 dəfə. 4-5 dəfə bura gəlmək istəyib Bayram, axırı məcbur olub başqa yerə gedib, eləmi? Bunları doğru danışmaq lazım. Mən qəbul eləməmişəm. Mən biləndə ki, Nüşabə xanım o hamilədir, mən ondan sonra onlara o Gül xanıma qapı açdım. Yalnız o uşaqlara görə. Bəli, mən o 3 körpə uşaq bilirsiniz, o bir uşaq hər zaman ana qucağı istəyir. İsti nəfəsə ehtiyacı var. Yusif. O evdə balaca uşaqlar var ki, onlar hər gecə yatanda gözlərindən axan hər bir damla yaşın cavabını... Bayram danışsın da Yusif necə ağlayır. Danış da Bayram. Bəli, ağlayırdı Xoşxanım xanım, bəli. O uşağın necə ağlayır? Ağlayırdı, deyir, amma anamı getmək istəyirəm, ağlı kesmir. Böyükləri ağlı kesir, balacanın ağlı kesmir də. O telefonla da danışım onunla. Telefonla? Telefonla da ana gəlirsən, ana da ki, bilmə o nətədir, gələcəm. Yalanla? Yalanla. Gəlmir. Mən də onu deyirəm ki, yəni ki, o uşaqların, nasıl ki, böyüklər ağlayırlar, bəlkə də ağlamırlar, göz yaşlarını atalarından gizlədirlər. Amma o uşaqların hər gecə gözlərindən axan bir damla yaşın cavabını o Gül xanım verəcək. Gecə tezi və bu dünyada verəcək. Aydındır Nüşabə xanım, çox təşəkkür edirəm sizə. Minnətdarım. Xoşxanım xanım, sizə olardan söz demək olur. Sən deyirsən ki, Gül xanıma bu kömək eləmək istəyirəm. Gül xanım bu addımı atandı sizə deyib. Hə. Mənə? Bəli, sən. Mən birinci qadını kömək eləyirsən ki. Qayət nətə bu addımı atmıza gəl cəzasını çək. Bəs onun bətnindəki uşaqlar? Özü tapar, özü nə eləyər, özü bilər. Bu addımı atandı sənə xəbər verib? Yox. Hadi vur burnun üstünə ki, mənlik deyil. Özün də bəyəxin ki, mən yenə köməklərəm ona. Eləyərəm, yəndə Bəs eləyərəm. sən ona pulları göndərəndə bilməmişəm. İndi mənə deyirsən ki, nə bilməmsən? Sən gəlib burada mənə deyirdin ki, Gül xanıma kömək eləmə, onda axı bətnində 2 uşaq yox idi. Sən indi mənə deyirsən burnuna, özün pulları yedirtmisən, mənə də ağır verirsən. Ay Xoşxanım, bir ondan soruş ki, bu harada tanış olubla o oğlanla, bir ondan soruş da.
Harda tanış olub. Sən elədin, bu dərəcəyə sən elədin də belə elədin, məhv elədin. Sən elədin. Sən çıxdın, sən söz verdin ki, səni bu dərəcəyə qoyacağam, uzaqlaşdıracağam, rahat ol günə. Sən elə bilirdin ki, güya ki, mən sənə yaxın olacağam. Amma o da boşdur, yəni mənasız idi. Hələ də bu yazığı günahlandırır səni. Bunu sən qoy əlindən öp. Bu gün bu adam mərhəmət hissi. Sən qalmısan bu gün ortada. Niyə bu dərəcəyə çatdırdın sən? Bu papaqlı götür ki, sən Xoşqədəm xanımın yanına gəlmisən. Əzə orta olsa da Niyə görə getdin o birisi efirdə sən hər şeyi bu dərəcəyə çatdırdın? Mən efirə getməmişəm ki, mən köməkli elə. Rəşad deyir ki, birlikdə qərar vermisiniz. Gülxanım sənə deyib ora get. Allaha ya. Mən dedim ki, mən alimentə kömək eləyiz. Gülxanım mənə aliment vermin. İnanmırsınız de Şabran məhkəməsi 500 man, 5000. Bayram, səndən bir söz soruşum. Bayram, səndən bir söz soruşum. Bu məhkəmədə qərarı o icraçının yanında imtina elədi uşaqlardan. Bəli, qol çəkdi ora. Yalan niyə danışırsan sən? Dedim ki, uşaqlar İmtina necə, sən etməsə düzmə də dura-dura olar, niyə Xoşqədəm Bir yalan saniyə, danışırsan? Bu Sehran izahı bəy, xahiş verin də edirəm bu Sehran bəy, mane Mən olmayın. dedim ki, uşaqlar imkanım yoxdur. İmkan olanda uşağı alacağım, imtina neydi? Niyə İmkanım boş-boş var indi uşaq danışırsan? saxlamağa. Mikrofon. İmkanım var Niyə uşaq boş-boş saxlamağa. danışırsan sən? İmkanım var indi uşaq Yo, saxlamağa. indi uşaqları verəndən 2 il keçib də, 1 il yarım keçibdi. O 1 il yarımda geri qayıtdın uşaqlar üçün. 2 ildir bu uşaqları gəlməyib. Sağ olsun, sən Şahdağda onu işi qoymusan. Bu 2 il ərzində həm mənim uşaqlarım deyil, sənin də uşaqlarındır. Bir nöc demədin ki, bu uşaqdır, bu sumkanı kim gördü, anamız gördü. Biz sevinsin, uşaqdır sevinsin ki, anamız bizi çıxan gördü. Sən bu orada bu pulları nə eləmişsə özün bilə məsələ sənindir. Sən 2 il ərzində son uşağı gəlməmsən, deyməmsən. Sən gəlsə deyiz uşaqları alıblar əlimdən. Mən uşaqlarıma haqla, məhkəmə ilə mən uşaqları mənə veriblər. Ki, bugünkü günə qoyasan məni. Sən elə pişliklə alırsan. Bircə dəqiqə. Pişliklə Mən alırsan ki. günah boşamaya Mənim çıxmamışdım ki, bura. Bir saniyə. Mən çıxmışdım boşanmağa, düzdür. Sən uşaqları bilərək almısan ki, mən aliment bilirdin ki, aliment verib bilməyəcəksən. Mənim üstümə alimenti atasan, məcbur olum. Sən bütün bu oyunları elə başıma elə sən açdın. Səninlə evliydim, bu oyunlar başıma gəldi. Rəşadla evli deyildim mən. Yəni deyirsən ki, bayram olmasaydı Rəşadla hər şey yaxşı mı olacaqdı? Mən demirəm ki, yaxşı olacaqdı, ən azından belə rəzillik olmayacaqdı, bəli. Yəni və bu şəkildə də davam edəcəkdi. Bəli, Rəşad bəli. da gizli də olsa Mən inanmıram, uşaqları inanmıram saxlayacaqdı. Xoşqədəm Bəli. xanım. Mən də sənə deyirəm ki, Rəşad o uşaqlara yaxın durmayacaqdı.